Yan tərəf 26, daxilə çəkilmiş çevirən radiusu 12 olan bərabər yanlı trapesiyanın sayəsini tapın. Tam bərabər yanlı trapesiyamız var və onun əgər daxilinə çevrə çəkmək mümkündürsə, deməli, qarşı tərəflərin cəmi bərabər olmalıdır. Yəni, kiçik oturacağı A, böyüyü B ilə işarə etsək, yan tərəflər 26 olduğu üçün A üstəgəlin sin B bərabərdir. 26 üstəgəl 26 olmalıdır. Deməli, A üstəgəl B bərabərdir 52-yə. Çevrənin radiusu 12 olduğu üçün diametri də hündürlüyə bərabər olacaq. Yəni, H olacaq 24. Və S də bərabərdir. A üstəgəl B bölü 2 vurulsun H. 52 bölünsün 2 vurulsun 24. Deməli, sayısı 12 alınar. 52-ni də 12-yə vuraq. Deməli, 4, 10, 2 və 5. 624.